Tak, dediyim kimi, itçi fe'li nə getmək demək deyil, nə gəlmək demək deyil. Düz deyirsən ki, onu ancaq predlog, yəni qoşma müəyyən edir, düzdürmü? Yəni ki, məsəl üçün, əgər mən demək istəyirəm ki, mən mağazaya gedirəm. Mən bunu necə deyəcəm? Я иду Aha, я за zanın я bura иду nə в ədiyyatı var? маркет. Я иду в маркет. Aysa, ya idu v market. Düzdürmü? V qoşması ilə göstərəcəm ki, mən marketə gedirəm. Üzü marketə doğru. Əgər mən desəm ki, mən marketdən gəlirəm, bunda necə deyəcəm? Я иду из маркет. Ta. Düzdürmü? İz marketə, iz mağazina. Bəli. Yəni ki, birində v qoşması istifadə, ikisində də məsəl üçün idu dedin. Düzdür? Amma birində v dedin, göstərdin ki, mağazaya doğru, marketə doğru gedirsən. Birində iz dedin, göstərirsən ki, o tərəfdən gəlirsən. Aha, Düzdürmü? Və bu da yenə dediyim kimi onu sübut edir ki, itçi nə harasa getmək demək deyil, nə gəlmək demək deyil. Yəni elə də istifadə oluna bilər, belə də istifadə oluna bilər. Baxır sən hansı qoşmadan istifadə edirsən. Məsəl üçün, məsələn o və yaxud mən olsun. Mən işə gedirəm. Mən gedirəm işə. Я пойду Niyə? в работу. Niyə? Mən gedirəm işə, hal-hazırda mən gedirəm işə. Yenə də ya id olur da, paydunun bura nə aidiyyatı var? Elə bildim maşınla. Yo, bizə hələ ki itçi lazımdır. Ya idu, На работу. ay sağ. Работу. Ya idu na rabotu, işə gedirəm. İndi demək istəyirsən ki, mən gəlirəm işdən. Из работу. Nanın yerinə yenə də iz gələ bilməz. Həm v-nın yerinə, həm nanın. С работы. Bəli. Ya idu s rabotu. Yenə də sübut etdin ki, məsəl üçün, iş sözündə məcazi məna olduğuna görə v yox, ancaq na qoşması istifadə edə bilərik. Düzdürmü? Aha. Aysa, ona görə də məsəl üçün gedəndə istifadə edirik kuda sualına, yəni hara sualına cavab verdiyinə görə mən deyirəm ki, ya idu na rabotu. Düzdür? İkincidə mən işdən gəlirəm. Atkuda sualına hardan gəldiyimi göstərdiyimə görə mən na qoşmasının yerinə s qoşması gətirdim. Ona görə də yenə dedim ki, ya idu s rabotu. Amma hər ikisində də idu istifadə etdim. Və buna baxmayaraq qoşmam göstərdi. Mən gedirəm, yoxsa qayıdıram.